Allah-u Teala ilə ünsiyyət. Haqqında danışılan ayənin ikinci cümləsi təqvalı insanların başqa bir xüsusiyyətinin namaz qılmaq olduğunu bildirir. Allah-u Teala ilə ünsiyyət sayılan namaz, qeyb aləminə inanan təqvalı insanları yaradılışın mənbəyi ilə daim əlaqədə saxlayır. Onlar yalnız Allah qarşısında baş əyir, yalnız ona təslim olurlar. Buna görə də bütlərin, istismarçıların, hegemonların qarşısında əyilmək onlara yaddır. Belə insanlar mənəvi cəhətdən bütün məxluqatdan daha yuxarı qalxdığını hiss edib, Allah-u Teala ilə ünsiyyət qurmaq şərəfinə layiq olurlar. Bu, onların yetişdirilməsində önəmli rol oynayır. Belə ki, gün ərzində ən azı 10 dəfə Allahın huzurunda dayanıb, onunla razı niyaz edən şəxsin düşüncəsi də, danışığı da, əməli də Allaha xas olur. Belə bir insan, təbii ki, Allah-u Teala ilə səmimi qəlbdən razı niyaz etdiyi halda, necə onun istəyinə qarşı çıxa bilər? Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.